Hal-hazırda Tovuz rayonu Pushkin adına tam orta məktəbin önündəyik. Bugün çox gözəl anlar yaşanılacaq. 45 il öncə məktəbi bitirən sinif yoldaşları toplaşıb bugün öz xatirələrini bölüşəcəklər. İnşallah mən elə hesab edirəm, çox maraqlı alınacaq. Allah hər birinə can sağlığı versin. Hər biri artıq babadır, nənədir, xaladır, bibidir. Allah qorusun. Çox gözəl nostalji hisslər yaşanacaq. İzləmədə qalın yəni. Zarafat tüyürüyor, 11 yerde oturmuş. Parta yoldaşı olubsuz. 11 yerde oturmuş. Nə gözəl. Güzel gününüz olsun. Gəlin, gəlin. Kardeşim olsun. Niye mama kurban? Yani söndür, akşam gelende şeylesin. Güzel değil kanser. Məktəbinizdə dəyişiklik olub bu. Xatirələrini bölüşürlər, nə gözəl, maraqlı, həm kövrəldici. Biri qəhrəmanlardır. Əslində məktəblərdə çox gözəl təşəbbüsdür şəhidlərimizi tanıtmaq, tanıtdırmaq, təbliğ etmək. Qalanı yadımda deyil. Əli. Əli müəllim hansı? Rus dilin əlində. Rus dilin. Uçluqda rəhmət edib, məktəb gedib. Ha. Buna Yunus müəllim o da üçüncüdür, bax. Yuxarıdan üçüncü. Adını oxumağa ehtiyac yox. Minayə müəllim, dil ədəbiyyat. Nadir müəllim. Yazid Nadir müəllim. bu bizim doğrusu səmə. Yox, Nadir müəllim bizə də. Artıq bu sinif otağını 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Cəllov Elcan Familovun adına veriblər. Çox gözəl təşəbbüsdür. Müəllimlərə təşəkkür edirəm, rəhbərliyə təşəkkür edirəm. Vətənpərvərlik elə bu ocaqlardan başlayır. Çox sağ olsunlar. Sayın Davay burada bir dənə dərsini danış. Başkan bu üzrə gedirdin, o üzrə gəlirdin. Yadına gəlir Ayşəs, oturanda dəllərin təmizmeyil olurdu. Əslində ən yaxşı necə olar? Kim hansı sırada otururdu, bəlkə o sırada oturar. Üçüncü. Salih, sen o vaxtı bizdə ərəz yeri 4 cərgəydi, sən 3-cü cərgədən axırda 2-ci partada otururdun. Mahalle sen orada otururdun, mahalle sen burada otururdun, sen buralarda otururdun. Zeynep'le İlahə 3-cü cərgədə 2-ci partada Çok fazla getmez sadece burada. Bir olsun. Yəni siz burada otururdunuz. Sinifin ən nadir şuluq uşağı kim olurdu? Ən nadincimiz gəlməkdir, ən nadinc uşağı. İkinci, üçüncü yerde. Nadir söyledi, bundan biraz gülerdi. Bu da ondan değil. Hiç bizde nadir bir şov olmuş. Buradan değil, Ümumiyyətlə sinifdə neçə nəfər olmuşdu sinif? 37 falan belə. Gələnlər neçə nəfərdir? 32 nəfər.
Gələnlər neçə nəfərdir? Aha, Burada nə var hamısı? Bir nəfərimiz restoranda bizi gözləyir. aha, nə gözəl, nə gözəl. Xatirələrinizi bölüşə bilərsiniz. Молодец, 17 nəfər. Bəlkə tanışlıq eləyək. Ad, soyad. Buyurun, əl babadan başlayalım. Abbasov Əli Yusufoğlu. 18 sinif şagirdi. Ay canım benim. Nə gözəl, buyurun. Məhəllə Müvasir İskandaroğlu, 18 sinif şagirdləri. Buyuraq. Buraya Həyat Abbas qızı 6-cı sinifə kimi bunlarla oxuyub sonra çıxmışam. Nə gözəl. Yenə də xoş olub qayıdıb bunlarla bir arada olmaq. Bəli. 8-ci sinifətən oxumuşam, çıxmışam. Yenidən deyəcəyiz soyadını. Məmmədova Mahidə Yusuf qızı. Nə gözəl. Buyuraq. Məmmədova Zeynəb Qulu qızı 13 sinifə. 13 sinifə Əhmədova Sədaqət Rəhim qızı. Nadişliyiniz elə sizdən bilinir. Rəhimova Nazilə, hə, bu sinifin ən belə hiperaktiv şagirdi mən olmuşam. Hiss olunur. Həsənova Səmina. Nə gözəl. Buyuraq. Həsən İsmailoğlu. Sinifimizin əlaçısı. Riyaziyyatçısı, ən yaxşı oxuyanı, sinif qomum. Hal-hazırda maraqlıdır nə işlə? Ali təhsil. Desenfede işte. Vurur. Buyurun. Mirzəyevə Müşkünaz Mikail qızı. Nə gözəl. Əhməd Uşaq. Buyuraq. Əhmədov İsrail dedi. Məluv Sıral Əskəroğlu. Buyuraq. Əhmədov Şakir Kərimoğlu. Buyuraq anam. Bəli. Ad soyadınızı. Buyuraq. Uşaqlar yadıma gəlir, birinci sinifdə bir soruşdular. Tanışlıq eləyirəm də. Bir soruşdular adlarını. Həmən hissi yaşayıram mən onu. Yaşatmaq istədik. Həsənov Salih Səmədoğlu, 18 sinif şagird. Birinci sinifdə bizdən soruşdular, bir adınızı deyin. Mən həyəcandan adımı səhv demişdim. İndi həmən şey yaşayıram. Bax, ürəyim elə döyünür ki, elə bilən birinci sinifdəyəm. Allah'a şükür qovuşduq, görüşdük. Sonra mən bir iki kəlmə müəllimin haqqında deyərəm. İnşallah. Tanış olaq. Mən Paşayeva Mənsurə yazdırmışdım jurnalda, amma hal-hazırda Məmmədova Mənsurə. Mənsurə sən Daim qızı Nazilə yazdırmışdı. Özünü yazdırmışdı Musayeva Mənsurə, belə Nazilə. Məni də yazdırmışdı Paşayeva. Əslində İndi də başı satqına Məliyeva Mənsurə olmuş. O çarqınlıq deyil, o bir kuraldır. Hüseyin Öyrəhlə 18 sinif o mənim mamam qızıdır. Müəllimimiz Allah rəhmət eləsin, Nəriman müəllim dedi ki, at familiyanızı deyin. Mən elə bildim ki, familiya deyəndə atamızın adını deməliyik. Əslində mən Rəhimovan adım, mən atamın adına Musayeva dedim. Səs salan uşaqlar bilinir elə. Amma Mənsurə də imkan vermədim yazıq familiyasını deyə. Dedim Paşayeva Mənsurə. Yəqin ki, müəllimələrdən yaşayan müəllimələr var, sadəcə tapmayıbsınız, bəlkə deməyibsiniz. Yoxdur yaşayanlar. Əgər yaşayanlar varsa, biz Allahdan onlara can sağlığı arzu eləyək. Dünyalarını dəyişənlərə Allah rəhmət eləsin. Bugünkü günü bəlkə əziyyətləri var üzərimizdə. Hərə bir sahədədir yəqin ki, hamımız iş, güc, ümumiyyətlə savad önəmlidir. Yəni şərt deyil ali təhsil, yəni həyatda savad önəmlidir. Müəllimlərin hər birinin əziyyəti olur üzərimizdə. Yəqin ki, müəllimlərimiz də bizim bu bugünkü gündə olan bizim yığıncağımızı, tədbirimizi yəqin ki, görürlər. İnternet vasitəsindən, TikTok vasitəsindən ölənlərə Allah rəhmət eləsin, qalanlara can sağlığı versin. Yəni biz üzrü saysınlar ki, hərəmiz bir yerdən gəldiyinə görə onları da yəni qalanları yəni bacarıb çağıra bilmədik. Çünki bu bir yüngül elə bir tədbir oldu. Yəni gözlənilməz bir tədbir oldu. İnşallah davamı gəlsin. Bu neçənci ilinizdir? 45, maşallah. Maşallah. İnşallah 55-i qeyd eləyin. Allah ömür versin hər birinizə. 50-ni 50 illik yubiley keçirmək istəyir. Bayaqdan danışmaq istəyir. Sözü verək. Mənsurə nadişlik eləməyin. Mən onsuz da həyəcanlıyam, xahiş edirəm, kömək edin. İsmail sən canım bizi Salih biz 5 gol elədik. Deməli, bu neçə ildə insan fikirləşir keçmiş günlərini, uşaqlığını. Valla mən demişdim bir dəfə, yəni insan yadına sağ elədiysə, müəllimlərə başlayalım. Yer üzündə ən müqəddəs məslək birinci müəllimdir, ikinci həkimdir, müəllim. Həzrət Peyğəmbərin də müəllim olur. Hansı ki Allah bütün bildiklərini ona deyir, hər şeyi bilən Allahdır, onun da müəllim olur. Demək istəyirəm ki, bu günləri biz
tək bizə zəhmət keçən müəllimləri, birinci Nərman müəllim, Allah rəhmət eləsin, bizə hərf yazmağı öyrədib, bizim əlimizdən tutub, ən çox əziyyətimizi o çəkib. Niyə? Çünki sıfırdan çətindir başlamaq. İkinci, mən xatirimdə qalanları deyirəm, həmişə mən xatırlayıram, Almaz müəllimə, biologiya müəlliməsi, Allah rəhmət eləsin. Səliqəli qadın idi. Ən çox vicdanım nə vaxt ağrıyır, Yunus müəllimə qarşımda bir balaca uşaqlıq edirdi. Allah rəhmət eləsin. Həmişə dua edirəm, deyirəm Allah günahlarımızı bağışlasın. Sonra Sevil müəllimə var idi. Kimya müəllimə, Yavuz müəllimə var idi. Dil ədəbiyyat müəlliməsi. Mürəddib müəllim var idi. Riyaziyyat müəllimimiz eyni zamanda da bir müddətdə sinif rəhbərimiz oldu. Sübhan müəllim, Hamid müəllim. O kişi sonradan mən anladım onu yaşadı olandan sonra. Sən deyirəm, milli hisslər varmış o kişidə. Niyə görə? Hansı müəllimdə? Mürəddib müəllim, riyaziyyat müəllim. O qıraqda oturmuşdu. Divarda da Lenin şəkilləri idi. Xırda, oktyabrat falan önündə. Gəldi o qırağa mənə yanıma da. O vaxt açıq belə olmaz elə, açıq ifadə ilə. Babamın başını sağda aşağı belə baxdı. Nifrətlə baxdı o Lenin şəkillərinə. Belə dedi ki, ondan çox şəkil ola biliriz. Yəni, rəhmətli Əli İskəndəroğlu, ikinci studiyada istehqalda, İstanbul Bəyməsi olur. Daim olar milli duyğular, müstəqillik, formatda fikirləşiblər. Nəysə, indi çox danışmaq olur, burada danışarıq inşallah. Allah qalan müəllimlərin canını sağ eləsin. Bizi bugün qovuşduran, görüşdürən, bir yerə toplayan, ömrümüzün faiz vaxtıdır artıq, bunu geri itiraf edək. Allah'a həmd olsun. Hamımıza can sağlığı arzulayıram. Hamımıza görüşürüz. Qışdan faiz yapsın. İndən sonra sağ olsun müəllimlər, sana müəllimlər. Təşkilatçı siz olmusunuz. İndən sonra bu əlaqələri itirməyək, toylar düyündə, artıq vaxtımız da var, mən biləm. Yəni, kim Allahdan qorxmuşsa belə. Kişilərin ziyarətini. Sən özü yaman qorxur. Məsələ aslındadır ki, mən bu rayonda yaşamıram. Amma bunları nə toplamışam? Allah siz saxlasın, topalaşın mənə də deyin, davay Qarabağdan gəl bəri, gələrdim. Belə deyim də, o birinci sinifə addım qoyanda ilk müəllimə soruşur deyə, hansı və yaxud da ki, müəllim hansı şeiri bilirsiniz? Yadınızda qalıb hansı şeir danışdınız? Niyə qalmayıb? Nə hansı şeir danışdınız? Allah boz keçir. Danışa bilərsiniz. Bir də bir mahnı oxuyurdum elə. Lətafət yaxşı oxuyur, deyəmcə mən... Lətafət. Lətafət bizdə qəşəng mahnı oxuyur. Siz deyən danışa bilərsiniz. Allah buna boz keçir. Allah buna boz keçir. Ay qoşa buynuz keçir. Yalqız gəzib dolanma. Dağa daşa dırmanma. Bir qurt çıxsa qarşına. Sən nə edərsən ona? Çoban açınca gözün. Qalar iki buynuzun. O göstərməyimiz də şərt idi amma əlimizlə. Mütləq idi, bəli, mütləq idi. Mən müəlliməyəm, burada otura bilərəm. Əlbəttə. Yox, estağfurullah, oturmayam. Burada oturmaqdan Allah ağır gelir, yorulmuşam. Bir dəfə Salih doğulmuş vəziyyətdə, bizim içimizin ən biraz kövrəyi Salihdir. O bir dənə şey etiraf elədi, mən çox utandım, xəcalət çəkdim. Çox utandım, xəcalət çəkdim. Bizim bir müəllimimiz olubdu, tarix müəllimimiz olubdu, Yunus müəllim. Allah ona qəni-qəni rəhmət eləsin. Bizim onun sesimimizə, toxamıza ayıb olsun, başda mən olmaqla ki, biz onu incitmişdik. İncitmişdik. Bir dəfə sinifə girdi, dedi ki, oturun, oturmadıq. Uşaqlıq, Allah günahımızı bağışlasın. Söyüşdü. Nəsə belə söz vermişdik ki, oturmayacaq. Birinci oturana demişdik ki, nəsində belə. İndi, kimidir? Çiğninin basında dedi, biri otursun, ben otursun. Həqiqətən onun ruhu bizi bağışlasın. Mən müəllim olana sonra başa düşdüm ki, O uşaqlıqda əslində o günah sayılmaz da. O bir şıltaq, nə bilim, şıltaqlıq olar, bir də cəllik. Çox da balaca da deyildi. Yardası 10-cu, 9-cu sinif uşağı. 9-da falan da oxuyordum. Yəni mən çox utanıram öz adıma. Onun ruhu bizi bağışlasın. Sual verir sizə. Aycan, buyur. Sinifdən qaçmağa ən çox təşkilatçı kim idi? Sən də qaçmasın, kartı götürürdük. Ayıb olsun mən. Yəni ayıb olsun. Özünün şəxsi kim olanda sinifdən qaçmağa hangi təşkil edir? Amma hal-hazırda müəlliməsiz. Özüm rus dili müəlliməsiyəm. Belə qazı yaşayıram. Orada 2 nömrəli orta məktəbdə işləyirəm mən. Amma yəni mən müəllim olandan sonra başa düşdüm ki, doğrudan da çox çətin peşədir. Müəllimlər nə cür çəkir? Həqiqətən çox çətin peşədir. Sinifin sinif qohumu siz olmusunuz. İsmailov, bəli. Mən də olmuşam. Zevgir adam. Amma sinifimizin 1 nömrəli riyaziyyatçısı,
mumcuq kimi gözəl xətti olan İsmail, bacısı Səmilə, Riyaziyyatdan İsmail'lə Zehra çox Biz yoxlama yazı yazanda İsmail bir əlinə dəftərini çatdığını görürdü, bir də çatanda Allah sağ şükür edirdi. Tənəffüsdə də deyirdik ki, tez yaz, gec yazsan səni öldürərik. Tez yazsan. Tam köçürməli idi. Hamımız köçürürdük, bəli, hamımız köçürürdük. Hamı, kontrasiyonun fikrini soruşan var idi, Naxəli dəftəri yoxları çıxırdı. Başqa ilk dərsə gələndə yadınızda qalan kim şeirdən, mahnıdan kimlə danışa bilər, yadında qalıb? Təzə 2 sentyabrda dərsə gəldim. Nəsə gecikmişdim, az bir müddətdə. 2 dənə belə bantiklərim var idi. Sinfə girəndə Allah rəhmət eləsin, Nərman müəllimlər belə saçımdan tutdu. Dedi, Rəhmova, niyə gecikmirsən dərsə? Mən o 38 şagirdi idik onda. 38 şagirdin içində mən hansı utanç hissini yaşadım, onu o Allah bilir. O qədər mənə ayıb gəldi ki, bu boyda şu an içində mən yazı saçımın ucundan dərtdə, amma qürurlu qızıydım. Və o gediş. Bir də mən heç vaxtı dərsə gecikmədim. 5 il universitet oxudum, gecikmədim. 37 Deməli lazımıymış. 37 ildir də müəllim işləyirəm. Heç bir müəllim deyə bilməz, Nazirə müəllim bir dəqiqə dərsə gecikib, Allah ona qəni-qəni rəhmət eləsin. Yəni o mənim ömürlük dərsim oldu. Buyuraq, heç kimin yadında qalmayıb ilk gün. Ən çox o sevgi qığılcımları məktəbdən başlayır. Balaca uşaqlar, sinif yoldaşları bir-birlərini istəyir. Var idi sinifdə elə. Bizdə elə şey olmuyor. Hamı bacı qardaş olur. Heç kimdən xoş gəlmir. Abi görürsünüz bu deyir. Oraya toxunmuyor. Ha, hamı baxır Əli babaya. Gizlətməyə çalışırlar. Ən gözəl. Olubdu, neyse, Qovuşmayanlar da var. boş verir, şaxır Gözəl xatirələrdir. Bölüşməyiniz çox gözəl oldu. Yəqin ki, görüşməyiniz hamınızın ürəyinizdədir. Yəni ən azı 45 il sonra, 45 il az müddət deyil. 45 il sonra bu məktəbə yenidən gəlməyiniz yəni başqa cür olar da. Mən deyirdim bəlkə hələ ağlayanlarınız belə ola bilərdi. Mən özümü gücünə saxladım, and olsun. Hamısı burada orada. Hiçbir qram yox. Yəqin ki, aranızda nənə, baba olanlar var. Allah ömür versin sizlərə. Allah can sağlığı versin. İnşallah davamı gəlsin, daimi olsun. Oğlanlar həmişə futbol oyuncular. Futbola görə də dərsə keçirdik. Dərsə girməyə vaxtımız olurdu. Müəllimlər damımızdan şagird göndərirdi ki, dərsə gəlir. Futbola başımız qarşıydı, çox vaxt gələ bilmirdik. İkinci, üçüncü uşaq gələndən sonra qaçırdıq dərsə. Sport zalda başqa məktəblərdən gəliblər, basketbola, voleybola, açıq gelib baxırıq. Öz məktəbimizə azarkeşlik edirik. Zvanok vuruldu, gedə bilərsiniz. Bir dənə darlıq var.